Qardaşım, bir dənə təkliflə gəlmişəm. Əla bal təklif, belə deyim. 2,5 sotun içində şəxsi, özü üçün inşa olunan ev. Mən bu sözü boş yerə demirəm. Həqiqətən şəxsi özü üçün inşa olunan evdir. Evimizin içində istifadə olunan materialına baxsaz, görəcəksiniz ki, həqiqətən elədir. Evimizin qabağında eyvanı. Eyvanlı ev axtaranlar deyirlər ki, eyvanlı ev tapdım sizin üçün, əziz izləyicilərimiz. Eyvanın genişliyini bir dənə sağı da çək, qardaş. Bax, mətbəxindən də. Qapısı var ha eyvandan. Səhər stollu qoydun, çayı çörəyi burada. Kombisi, hər bir şey var da, ev yaşayışlı evdir. Paket kupçada, əziz izləyicilərimiz. Cəmi bu evdə 1 il yaşayıblar. Sadəcə işlə əlaqədar satılır. Dəhlizimizin genişliyi göz qabağındadır. Döşəməmiz laminatdır. Sağ tərəfdə yerləşir bizim hansı otağımız? Xanımların ən sevimli otağı. Qardaşım, çıxma. Mətbəx mebelinin gözəlliyinə baxın. Mən sizə dedim ki, ya, həqiqətən bahalı evdir. Qardaşım, gəl bunun qapısını çək. İndi belə deyirəm, bilmirsiniz, amma həqiqətən qiymətli qapıdır. Da 150 manatlı qapıdır, gəl bura. Bir dənə qonaq otağını çək. Bəh. Qiymət çox əladır ya, əziz izləyicilərimiz. Videonun sonu kimi izləyin, qiymətini də deyəcəm sizə. Görürsünüz, həqiqətən qonaq otağımız genişdir. İstər divar kağızlarımız olsun, istər digər materiallar olsun, hamısı keyfiyyətlidir. Mənim öz xoşuma gəldi. Hər ev mənim xoşuma gəlmir də, yəni. Pəncərələrimizin, otaqlarımızın pəncərəsi də divara söykəməyib, otaqlarımız tam işıqlıdır. Digər yataq otağını çək, bir dənə böyüklüyünü göstər əziz izləyicilərimizə. Görürsünüz, həqiqətən genişdir. Yəni, bu boyda yataq otağı yoxdur. Yəni, çox evlərdə olmur bu qiymət olan evlərdə. Bu da evimizin 4-cü otağıdır. Hamam otağını çək, hamam otağımız isti döşəmə ilə. Kabinamız, bütün aksesuarlarımız yığılıb. Sənədimiz də paket, kupça. Həm evə, həm torpağa, əziz izləyicilərimiz. Qiymətimiz də 95.000 manat. Real alıcıya, bizim izləyicilərə aşağıdan göstərilən nömrə ilə əlaqə saxlasın, gəlsin göstərək. Bu evə birinci gəlib baxan adam var, o adam alacaq bu evi. Gəlsin göstərək, endirim də olacaq. Sağ olun, bu günə bu qədər.